Əziz Azərbaycan xalqı, bu yol Cəlilabad rayon Maşlıq kəndinin yoludur. Şəhid Nizami Alşanovun oğlunun qapısına gedən yoldur. Baxın, yolun vəziyyətinə baxın. Bərbadlığına baxın. Baxın. İndi digər yolda sizə göstərəcəm. Mənim yolumdur. Bu isə əsas yoldur. Magistral yola çıxan yolumdur. Baxın. Baxın, bəzi bələdiyyəni tərifləyənlər, trollar, tulalar. Mən yalan deyirəm. Bu da sizə sübut. Baxın yolun vəziyyətinə. Baxın yola. Bu yolun üzərində 40-dan çox ev var. O yol və bu yolun. Baxın, 40-dan çox olan evin yoluna baxın. Bu yoldan 40-dan çox məktəbli gəlib gedir. 50-yə yaxın məktəbli yoldur bu yol. Bu yoldan nətər getsin məktəbli? Vaxtında dərsə gedə bilmir. Çünki yol bərbad gündədir. Baxın. Baxın, cənab prezident, buradan sizə səslənirəm. Xahiş edirəm, mənə köməklik edin. Sizin nümayəndəniz olan Amaliya xanımın əsəridir bu yol. Baxın, bir neçə dəfə müraciət eləsəm, baxmır yola. Xahiş edirəm, cənab prezident, mənə köməklik edin. Bu videonu məcburiyyətdən çəkirəm. Cənab prezident, mənə belə bələdiyyə lazımdır. Mən istəmirəm belə bələdiyyə. Baxın, şəhidə hörmət eləməyən, şəhidin oğluna hörmət eləməyəndən nə bələdiyyə olacaq? Baxın. Baxın, yola baxın, yolun vəziyyətinə baxın. Baxın. Cənab prezident, xahiş edirəm, mənə köməklik edin. Amaliya Əmənova neçə dəfə də müraciət eləsəm, baxmır. Deyir, get, hara deysən deyən. Sənin yolu mən düzəltməyəcəm, qərəzli şəkildə deyir. Baxın. Heç kim də məni qınaq obyektinə çevirməsin. Mən lazım olan qədər müraciət eləmişəm Amaliyaya. Baxın, yola bax. Deyir mənə, heç kim heç nə eləyə bilməz. Özüm bilərəm, haranı düzəldərəm. Şəhidin yolunu düzəltməlisən, o torpağın uğrunda can verib. Adamın gözündən gələr onun haqqı. Bəsdüründə də məcburiyyətdən mən bu videonu çəkirəm. Baxın, baxın yola. Mən özüm də Alşanov Nizami oğlu, şəhidin oğluyam. Nəzərinizə çatdırım. Baxın, söz gedən yol buradır. Deyir, su maşının içinə girirdi. Ondan da bir dəqiqə pisdir hal-hazırda bura. Su maşının içinə yox, heç buradan keçmək olmur. Baxın. Su quruyub, bu böğürlərdən getmək olmurdu, mümkün deyildi. İndi su quruyub, 60% suyun quruyub. O söz gedən transformatorda budur, baxın, baxın. Deyirlər, bələdiyyə kənd transformatoru. Xeyr, heç nə qoymayıb. Bunu kənd cəmiyyətinin hesabına qoyulub. Cənab prezidentimizin hesabına qoyulub. Bəli. Onu çıxmayın bələdiyyə kənd sovetinə. Reklam eləməyin. Amaliya xanım, sizdən xahiş edirəm, bu fake hesablarınızı da yığışdırın. Qohum-əqrəbələrinizi yığışdırın, az hücum eləsin mənim profilimə. Cənab Külayə, heç sən narahat olma. Sənin şəkli böyütdürüb, mən küçədən vurduracam. Az kiminsə tırkasına get. Səni mən özüm də tanıyıram, vacibi tanıyıram. Heç narahat olmayın. Heç kimə də şər atmır, böhtan deyir. Vaxtı budur yol. Gəlin baxın. Şübhəsi olan gəlsin baxsın. Baxın, 12 maşın daş tökülən yola baxın. Baxın, öz qiymət verin. Xahiş eləyirəm, gəlin, dövlət qurumları yoxlayın. Kim yalan deyir, onun nətər lazımdır, yerində otuzdurun, gedin. Rafiq müəllim, sizdən xahiş eləyirəm. Sizin qəbulunuzda olmuşam. Siz gözəl insansınız. Sizin ətrafınızdakılar sizə yanlış məlumat verir. Amaliya xanım sizə yanlış məlumat verir. Cənab prezident, buradan sizə səslənirəm. Mənə köməklik edin. Mənə fake hesablarla hücum olunur. Hədə qorxu gəlirlər. Mən elə bilirəm, mənim həyatım təhlükədədir. Bunlar hər an nəsə istəsə eləyə bilərlər. Baxın. Yola baxın. O bələdiyyə əməkdaşı kimdir sizə yanlış məlumat verir? Həmin bələdiyyə əməkdaşı gəlsin burada baxsın. Baxın, bizim kənd təsərrüfatçılar kəndidir. Baxın, zəhmətkeşlər kəndi. Yolun halına baxın. Baxın. 12 maşın daş tökülən yola baxın. Baxın. Uşaq keçə bilmir. Uşaq keçə bilmir yoldan. Baxın. Baxın. Baxın, öz qiymət verin. Maşın gəlir hal-hazırda. Bax. Hələ su 60% quruyub. And ol Allaha quruyub. Həmin o bələdiyyə əməkdaşı. Gəl özün bura qiymət ver də bu yola. Baxın.
fake hesablarla hücum eləyirlər. Sözün düzün deyirəm mən. Cəmaatı qorxuzurlar. Cəmaat heç yerə çıxa bilmir. Birini işdən. Baxın maşına baxın, baxın. Baxın. Cəmaatı qorxuzurlar. Birini işdən çıxardıram. Birin, nə bilim, oğlu xəstədir, Safadi ilə əsgər apazdıraram. Bəs sürün, yekə kişisiz. Amalia xanım, yığışdır bu trolları. Sizdən xahiş eləyirəm. Mənə fake hesablarla hücum olunur. Yolun da vəziyyəti budur. Sözümü də axıra qədər deyəcəm. Mən buradan cənab prezidentə səslənirəm. Cənab prezident, mənə kömək edin. Son çarə olaraq sizə müraciət edirəm. Baxın, yoldan getmək olur. Baxın.